Değerli izləyicilər, bir daha sizləri salamlayırıq. Videomuzun ikinci hissəsi Bərdə maşın bazarı. Buna görə qardaşımız saxlayacaq, bu maşınımızı bir yaxşı çəkək. Qardaş saxlasa bu maşını bir çəkib göstərər deyə sizlərə. Qardaş, Allah xeyir versin. Sağ ol. 07 maşındır, satmaq istəyirsiniz. Hə. Buyurun, məlumat verin, bilək necə maşındır maşın? İli 2010'du, bez detal, yarım kraskalanıb. Maşın ideal maşındır, soğurtası, teks motoru, hər bir şey. 2 ildə maşın özümüzdədir. Maşın sənəd nədir? Etibarnamə də formutdurmu? Da formut. Öz adınıza formut. Sənədlər necə? Sənədlər də qaydasında, hər bir şey. Alqı-satqıda problem olmayacaq inşallah. Alqı-satqıda da problemi yoxdur. Alandan sonra da xərc çəkmisiniz. Maşın heç bir xərc tələb eləmir. Qapılarımızda da hamısı pul, pioner maqnitofonu, motoru əla vəziyyətdə. 06 motorudur? Yoxdur, öz motorudur. 06 gəl adətən. 07'nin öz motorudur, enjektordur, 5 korobkadır. Bilmirsiniz, yığılıbdırmı, yığılmıyordurmu? Yox, Mühərrik əl dəyilmir. Yağaz atmadı, səsdir. Yox, heç nə. Motor yaxşı. Korobkadakı atma səsi? Korobkada yox, atma, səs, diferdə heç bir problem. Diferin səsi yoxdur? Yox, heç nə. Polda zədə yoxdur altında? Heç nə. Çürüyüb pas olmuyor? Yox, maşın ideal maşındır. Danqrat yerləri salınır? Heç nə. Peredok necə? Peredokun təzə yığılıb, olar bir 2 aya yaxın. Səsi küyü yoxdur? Səsi küyü yoxdur. Təkərlər yaxşı? Təkərləri saz vəziyyətdədir. Maşın otur sür maşındır. Hazır maşındır. Dəyişəni yoxdur deyirsiniz? Dəyişəni yoxdur. Yarımka kraska vurulur. Hətta kraskadın, zavod kraskası? Maşın ideal maşındır. Aynalar necə? Təmizdir? Təmizdir. Yox. 2010'un özünün şüşələri zadı hamısı qaydasında. Yan şüşələr əllə mi qalxır, düymə ilə mi qalxır? Yox, əllə qalxır. Əllə, zavod. Pultu var elə biləm. Qapılar hamısı pultdur. Şitin üstündə çixol görürəm, çatlar var. Çixollu. Çat var altında. Bir dənə bekaracı az var, onu da elə çixol çəkmişik. Elə qəşək durduğuna görə çixol çəkmişik. Oturacaqlar da klyonkalanıb, altı necədir? Yox, təzədir. Yox, elə belə, yox, heç nə. Pioner maqnitofonu, hər bir şeyi öz adımıza olan maşındır. Qiyməti neçədir? Qiyməti 7800. Endirim nə qədər eləyəsiniz? Alan olanda düzəlişəyəm. Yəni yeri var da? Yeri var, ehtiyaclı. Hansı rayondasınız? Tərtər rayonunda. Telefon nömrənizi deyə bilərsiniz? 051 671 34 84. Allah bazar versin. Sağ ol. Siz də sağ olun. Allah xeyir versin. Çox sağ ol balım. 190 Mercedes. Eləmi? Bəli. Buyurun, məlumat verin, bilək necə maşın? İli 91, çiçək kimi, 1 manat xərci yoxdur, 2 motor, mexanika super vəziyyətdə. 1 manat xərci yoxdur. Maşınımız yaxşı görsənir. Maşın çox ideal vəziyyətdədir. Qiyməti də 6100 manat. Nə vaxtdan maşın sizdədir? Maşın qonşu kənddə olub əvvəldən. Qonşu kəndimizin maşınıdır. Yəni demək istəyirəm ki, görüm sənədi nədir bunun? Aformut etibarnamə. Etibarnamədə, amma aformutdan yaxın qohumun aldığını alın. Alqı-satqıda problem olmayacaq? Heç bir problem yoxdur, heç bir problem. Sənədlər necə? Qaydasındadır? Qaydasında 91-ci il istəyər davernosdan verir, istəyər aformut eləyər, problem deyil. Alandan sonra xərc çəkdiniz maşınımıza? 4 təkər almışam, ayrı maşına başqa xərc yox. Yəni salamat maşındır. Motorun kubu neçədir onlardan? 2 kubdur, 2 kub. Benzindir yəqin ki. 2000 kubdur da, 2 motordur. Necədir? Super vəziyyətdə, super vəziyyətdə. Bilmirsiniz nə zaman yığıldığını? Motor yığılıb hardasa bir 5-6 il bundan qabaq, amma yaxşı motorist yığıb. Motor yaxşı. Motor çox super vəziyyətdədir, difer, korobka ideal vəziyyətdədir, yəni heç bir problemi yoxdur. Korobka mexanikadır. Mexanikadır, amma da ideal maşın. Atması, səsi yoxdur. Heç bir şey. Lap yaxşı. 1 manat nəyəsə veriləsi də yox, xərc çəkim. Difer çiçək kimi də, heç balasında difer yoxdur. Polda çürmə, pas, Heç bir zədə yoxdur. Təkərlərin 4-də təzədir. Peredokda vəziyyət necədir? Heç bir şey. Səsi küyü yoxdur? Yox. Təkərləri yaxşı. Dəyişiləni bilmir hə bunlardan? Dəyişilən qapı, kril, qapı. Yox, dəyişmir, heç nə dəyişmir. Öz ideal maşını. Yəqin ki, kraska vurulmuş olar.
Kraska bir 10 il bundan qabaq bir dəfə asfalt olub çöldən çölə. Hazırda yoxdur kosmetik. Yox. Aynalar necə? Qırıq çat, ön Bir dənə aynasında qabaqda çat var. Yəni o da zavod olduğuna görə dəyişmir. Tən ortadandır. Ha? Şiti təmizdir. Deyirəm tən ortadandır. Hə. Şiti təmizdir. Şit təmizdir, hə. Yan aynalar əldən qalxır. Oturacaqlar parça salondur, Parça səliqəlidir. salondur, hə. Maşınınız normal maşındır. Qiymətini də dediniz 61 dənəyə. 6100 manata. Endirim nə qədər? Razılaşmaq olar. Əsas o da əlaqə Hə, saxlasınlar. əsas o şey. Telefon nömrəniz. 50 424 72 80. Maşınım Sans rayonunda. Bərdarın Hacılı kəndində. Yəni şəhərdə göstərə bilirsiniz Bərdədə. Problem deyil, hə. Uğurlar arzu eləyirəm. Çox sağ olun, çox var olun. Siz də sağ olun. Bir dənə də belə 190-ımız var. Hə. Buyurun, İdeal buyurun. vəziyyətdə 90-cı il 95% öz kraskasıdır. 5% spoilerdə zadda kraska var, qalanı zavod kraskasıdır. İl neçə idi? 90-cı il 90-cı il. avtomat 1 manat xərci yoxdur. Peredokda, diferdə, korobkada. Burada Heç bir- motorun kubu neçədir? 2000. Bu da Hə, 2000 eyni kub. motordur. Eyni motordur. Benzindilər. Benzindir, hə, ideal vəziyyətdədir. Yəni heç Yəqin ki, yığılmış olar da. yox, motor əl vurulmur. Heç bir əl vurmaza söhbət yox. Nə kuzasını, nə motorunu. Yağ azaltma Yox, səhəsi yoxdur. Heç bir problemi yox. Motor yaxşı. Korobkası avtomat korobka. Avtomat korobkadır, hə, super Gecikmə, vurma. Yox, heç bir səs. Difer. Heç bir çiçək kimi, gül. Diferdə təmiz. Heç bir səs-küy yox. Altında zədə yoxdur. Heç bir zədəsi yox. Altıda təmiz. Yəni Maşınımızın problemsiz 4 dənə tərə təkər falan 5 məşin belə. Salamat. təkərləri maşın. yaxşıdır. Peredokda səs-küy Yox, yoxdur. heç bir səs-küy nədir, zad nədir? Heç. Hətta deyirsiniz kraskada tam Bəli. 95% öz kraskasıdır. Dəyişilən onda yoxdur. Yox, kraska öz kraskasıdır. Nətər dəyişirəm? Bu ferində zadında var, spoilerdə belə, yəni belə. Qalan öz kraskasıdır. Qəşəng. Maşınınızın aynaları təmizdirmi? Qırıq-çat yoxdur bunda. Hə, zavoddur. Üstə gələnlərdir, təmizdir. Əllə qalxırlar aynalar, hə, Hə, əllə qalxır. ruşnoydur, hə. Şiti təmiz, oturacaqlar parçadır. Onlarda da zədə Yəni yox, salamatdır, yox. zədəsi yoxdur. Bu da maşın da yaxşı maşındır. Luk da var. Konser Yox, kondisioner yox. yoxdur. Kondisioner yox. Luka çıxdı yəqin ki. Kondisioner olsa belə maşın qiyməti 10 mindən, yəni sürülmədiyinə görə belə maşın 10 min. 200 min göstər produkt. Bəli, nə gedib üstündədir probeli. Qiymətin dedik eləmi maşınımızın? Bəli. Aha, bu hansı rayondadır? Bərdə rayonunda. Elə bu da Bərdədə. 7600 manat son. 7600 manat Hə. qiymətidir. Telefon nömrə? 424 72 80 050 ilə. Elə həmin nömrə. Həmən nömrəni Hə, yadda hə. saxlasın. Allah bazar versin. Çox sağ ol, çox var ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol canım, Allah razı olsun. Maşallah olsun, bu günlərim 190'lar bazarda deyəsən çoxdur. Hə, bu gün çox, Bu gün çox gətirir. 190 çox. Vaxt olur ki, bir dənəsini tapırıq. Buyurun, sizin də 190 maraqlı maşında. İlk dəfədir belə bir 190-la ümumiyyətcə maşınla rastlaşıram. Əlavələr, nələrsə qoymusunuz çöldə. Hə, Bunun üçün heç nə demirik ki, yəni yol patrul əməkdaşları. deyirlər. Qadağan olmuş şeylərdə, yəni Hə. konstruksiya dəyişikliyi. Hə, mən yox. Sən yəqin nəsə hörmət Hə, mənə eləyirlər. yox, sağ Allah olsunlar. canlarını sağ eləsin. Allah razı olsun, hə, yola verirlər. Buyurun, məlumat verin bilək neçə maşın. 92 ili, 2 motor, avtomat, lük, kondisioner yoxdur. Evropeykadır, Yeşka salon, zavod. Steliya, torped, abifqara hamısı zavod nədə olur? Nə vaxtdan sizindir maşın? İldən artıqdır bizdədir. Formit etibarnamə. Yox, generaldır. Xadavoy otido yığılıb, 4 təzə təkəri. Sürükdən Sənədində problem yoxdur. Yox, heç bir problemi yox. Heç bir problemi yox. Sürükdən söhbət yoxdur, nöqtə belə bir şey yoxdur. Siz özünüz xərc çəkmisiniz? Hə. Siz eləmisiniz o Hə, dedikləriniz yoxsa? bütün hə, periodok sistemimiz hamısını altıma yığmışam. Bəzəkləri də siz Hə, eləmisiniz? hamısı mənlikdir. Motoru da ki, Motor haqqı, karovka hamısına cavabdayam. motorun kubu neçədir? 2-dir mi? 2. 2 benzin. Hə, 2 benzin avtomat. Yığdırmadınız motoru. Yox, yığdım, yaxşıdır. Yağ azaltması, səsi yoxdur ki? Yox, yoxdur. Karovkada vurulma, geyişmə yoxdur. Avtomat korobkadır. Avtomat karovkadır. Periodokdur, karovkadır, hamısına cavabdayam. Difer də vəziyyət necədir? Əla. Kim Səsi istəyir aparsın, yoxdur, hə? yoxlasın qardaş. Altı necə? Sürüksüz. Zədə yoxdur Yəni nöqtə polunda. belə deyirəm ki, üstü nədir, altı dolu. Yəni qaldırıb kimsəsə baxa bilər. Polda zədə, daha doğrusu periodokda səs-küy yox. Yox, o tiddo periodok yığılıb bot qaykasına kimi. O tiddo. Yəni alan adam qaldırsın, baxsın,
görəcək hamısını. Təkərlər normaldır. 4 dənə təzə təkər. Maşınınızın dəyişiləni var, qapı, kril, kapot. İndi 92-dir, yalancı olarım da ola bilməz ki, məndən qabaq dəyişməsin. Kraskadakı yəqin ki, kraska. Hə, 100%, 92-dən bura o dözməz. Kosmetik işlər var. Yox. Onlar çıx belə nə xırda yanır, o da belə gözlə görünmür. Aynalarda vəziyyət necədir? Əla, yox, çatsız, qırıq çat yox, yoxdur ki. qırıq çat yox. Tərtəmiz. Düymə ilə qalxır yoxsa Hə, əllə qalxır? podyomnik. Önlər 4-dür dəmir. Hə, yox. 2 Öndən. dənə önlər, 2 dənə arxalar uçunuydu. Şitdəki yoxdur zədə çat. Yox, nə çatı, nə sökü, heç bir şey. Oturacaqlar necə? Parça salon, Parça salon, özünün zavod salonudur. cırığı, söküyü, Yox. çöküntüsü. Yox. Luk da var. Luk işləyir yoxsa? İşləyir, hə. Kondisioner yoxdur bunlarda. Kondisioner yoxdur, zavaskar yox. Qiyməti neçə deyirsiniz? 5-5-ə razılaşarıq. 5 sayan olsa vermək olar. Vermək olar. Hansı rayondasınız? Evlaq. Əlaqə nömrəniz? 077 348 64 65. Allah bazar versin. Cümləmizin qardaş. Allah razı olsun sizdən. Sağ olasınız. Allah işinizi avan eləsin. Minnətdaram. Qardaş Allah xeyir versin. Çox sağ ol qardaş. 06 maşını satırsınız. Bəli, ili 99-dur. Maşın aformatının adımadır. Motor təzə yığılır. Heç bir problemi yoxdur. Sənədlər qaydasındadır. Teximoto təzə, Suvota təzə, Zubot, Perodok hər şey təzədir. Heç bir problemi yoxdur. 5000 manata deyirəm. Alan olsa razılaşarım. Nə vaxtdan maşın sizinkidir? Yanvar ayından məndə. 1 ilə azalıbdır. Öz adınız Aforma. Atamın adına. Hə də, yəni sizin öz maşınınızdır. Sənədlər qaydasındadır. Sənədlər hər şey qaydasında. Teximoto, Suvota hər şey var. Lap yaxşı. Alandan sonra xərcləriniz nə oldu? Maşın 5000 manat alıb 2300 manat xərc etmişəm. Nə düzəltdirdiniz 2300-ə? 1300 manata motor yığdırmışam. 06-dır motor, 0307. 0307. Aha. Perodoku yığmışam, Zubot. Traversdən belə məsələn hamısını. Akkumulyator təzə qoymuşam, radiator təzə qoymuşam, Teximoto, Suvota almışam. Yüngül səs var idi, özüm motorlaşdırdım, özüm üçün yığdırmışam. İndi motorda vəziyyət yaxşıdır. Yağ Saat azaltma kimi səsi yoxdur heç ki. bir şey. Karabka 5 Karabka 4'dür, yox. 4'dür. Atmasız səsi. Heç nə yox. Diferində yüngülcə bir dənə səs var, çox zəif bir səsdir. Daim olurmu, yoxsa hansısa bir sürətdəmi? 80 ilə 100-ün arasındadır. Polda zədə yoxdur altında. Yox, heç bir şey. Çürük Danqrat çarx, heç nə yerləri yox. varmı? Hə, hər şey qaydasındadır. Perodoku da deyirsiniz təzə yıldırmışsınız. Perodok, Zubot təzədir. Daha səs-küy eləməz. Heç bir şey. Təkərlər necədir? Keçələr də normaldır. Normaldır. Dəyişiləni varmı? Qapı, Bildiyim krep, qədərilə yox. sizə deyiblər yoxdur, siz də yox. şübhələnmirsiniz. Hə, yox, yox. Kraska yəqin əvvəllər vurulubdur. Hə, kraska deyib, amma dəyişən olmamalıdır. Kosmetik işi yoxdur. Yüngül. Gözəlləşdirmək üçün, hə? Aynalarda vəziyyət necə? Şüşələrdə qırıq-çat yoxdur ki? Qırıq-çat, heç bir şey yoxdur. Əllə qalxır aynalar. Aha. Şiti təmizdir elə bilirəm. Yoxdur ki, zədə, şitdə. Hər şey qaydasındadır. Şitdə zədə yox, oturacaqlar yaxşıdır. Eləmi çuxollanıbdır? Yüngül, çuxolunda bir kərə də Çuxolunda söküyü var. çırıq var. Altından xəbərimiz yoxdur. Yox, yox. Qiyməti neçə idi? Sonu 5000-dir. 5000. Amma alan olsa yüngül var. 5000 manatdan bekarızı aşağı eləyərdim. 5-dən aşağı düşməyə yeri var. Hansı rayondasınız? Bərdə dayanır. Əlaqəniz? 050 Aha. 514 9909. Allah xeyir versin. Çox sağ ol qardaş. Siz də sağ olun. Dəyərli izləyicilər, bu cavan oğlan gətiribdi 06 maşınlarını satsın. Xoş gördük qardaş səni. Xoş gördük. Məlumat ver, bilək necə maşındır maşınımız? Maşın motor 011 motordur. Karabka 4, Mosta səsi yox. İl neçədir? İli 88. 88-in maşını. Nə vaxtdan sizdə? 3-4 ay olar. Aformut etibarnamə. Etibarnamə. Vaxtına varmı? Var, bir illik. Sənədləri necədir? Yaxşıdır, hamısı. çox- Qaydasındadır sənədlər. Qaydasında. Alqı-satqıda problem olmaz ki? Yox, yox. Alandan sonra xərcləriniz oldu mu? Yox, olmuyor. Elə necə almısınız o vəziyyətdədir? Aha. Maşınımızda hazırda istəyənlər var. Qoy bir dənə çəksinlər. Hə. Qoy baxırlar, baxsınlar. Qoy bir dənə çəksin. Maşınımızın mühərriki Müəllim 011 motor. necədir mühərriki vəziyyəti? Yaxşıdır. Yağ azaltması, səsi, Yox, yox, heç nə yox. karabkası nədir? 4. Atma falan yox. Yox, heç nə yox. Pul sistemi. Diferdə səs yox. Yox, yox. Polda çürük, pas. Yox, heç nə yox. Danqrat yerləri salamat. Bəli, bəli. Perodokun səs-küyü necə? Yox, heç nə yox. Yaxşıdır. Perodok da yaxşıdır deyirsiniz. Təkərlər, Normaldır, yaxşıdır. normaldır. Hələ ki işlətmək olar. Bəli. Qalanı varmı detallardan? 88-dən qapı, kril, kapot. Mənim var, qalan var. Kosmetik işi yoxdur. Yox, yox. Çatlar görürəm kapotun üstündə.
Kapotun üstündə. De bu hissələrində Hə, o- sən. Hörümçək toru kimi. Hə. Aynaları təmizdirmi? Qırıq çatı yoxdur Yox, heç aynalarda. nə yox. Pul sistemidir, qapılar pulla bağlı. Qapılar pultdan bağlanır. Oturacaqlar normaldır. Yaxşıdır. Şitin üstündə Yox, heç nə yox. heç Təzə nə dişdir. yoxdur. Ön aynasında bax, ön alın şüşəsində bir dənə çıxdağı var balaca. Zəyə gözlüyü Ha, maşınımız normal maşındır. Qiyməti neçə? 3500 deyirik. 3500-ə Bəli. deyirsiniz. 3000 sayan olsa nə deyək? Hə. Olur. Vermək olar. Ver, olur. Hansı rayondasınız? Goranbora, Xanqardan. Əlaqə nömrəniz. 077 571 32 22. Allah xeyir versin. Çox sağ ol. Rezini qaldır. Hə, ört rezin. Rəsmə təsvirdə. Bezməmişəm, deyirəm belə yorulmuşam. Qardaş Allah xeyir versin. Çox sağ olun qardaş. Mercedes C-Class. Bəli. Şeşka deyirik. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Çox yaxşı maşındır. 5 ildir məndədir. Heç bir problem yoxdur. Öz adınıza formutdurmu? Öz adımızdadır. 5 ildir maşın məndədir. Çox gözəl də işləyir. Çox çörəkli maşındır. sürüləsi Sənədləri maşındır. nədir? Sənədləri. Sənədləri. Sənədləri tam qaydasındadır. Etibarnamədir yoxsa? Etibarnamədir. Atamın adınadır. Prosto mənə etibarnamə ver. Alqı-satqıda problem olmayacaq inşallah. Heç bir problem yox. Sənədlər hamısı qaydasındadır. Alandan sonra xərciniz oldu mu? Xeyr, elə ancaq nakladka, təkər, belə salyakasını töküb sürmüşəm. Dizel mühərrikdir. Bəli, bəli. İki Maşınımız da istəyərdim. 800 min göstərir. Orijinaldır mı? Göstəricimiz deyirəm. Bəli, orijinaldır bəli, mı? bəli. Hamısı 800 min. Bəli, bəli. Maşın 5 ildir bizdədir. Motorun? İki sidaydı, İkidir. bəli. Sidaydı. Çox Yıldırmamısınız ki mühərriki? Mühərriki Xeyr, yıldırmadınız. xeyr. Milyonluq motordur bu. Çox da gözəl işləyir. Benzin mühərrik kimi işləyir bunun motoru. Yağ azaltması nə qədər? Xeyr, heç zəti yoxdur. Səsi də yaxşıdır. Çox gözəl. Maşın elə bil ki, benzin kimi işləyir. Qəşəng. Maşınımızın korobkası Maşın lazer açar, elektron korobka. avtomat korobkadır. Bəli, bəli. Gecikmə vurma. Xeyr, heç zəti yoxdur. Yağını təzə dəyişmişəm. Difer də vəziyyət necə? Hamısı gözəldir. Səkin. Səsi yoxdur. Altında çürüyüb pası. Üstün ətərcisi altı da heylədir. Altı ağappaqdır. Perodokda səs-küy yoxdur. Xeyr, hamısını düz qoş eləmişəm, yığdırmışam. Təkərlər də ki Təkərlər də ki, normal. normaldır. Hələ Hə, işlətmə yəni olar. təzə Plastoydu disklər amma. Bəli, bəli, zavodskoy. Kalpak Hamısı zavoddur, hə. Dəyişilənləri hansıdır? Təkərlərdə Qapı, krel, yox, Xeyr, kapot. yox, zavod elə bu nətər gəlibdir elə bizdədir. Aha. Müəyyən yerlərində kosmetik işlər var, Bəli, pozaran bəli, üstündə yerləri elə var. kosmetik işlərindən var. Hə. Yəqin ki, əvvəllər kraskalanmış olar. Elə üzdən bir dənə laklamışdım, yəni yaxşı olmadı. İşte təkrar da əlimi vurmadım. Luk da açıqdır, işləyir. Lukum da yəqin işləyir ki. hamısı. Kondisioner necə? Hamısı işləyir. Yanacağı nə qədər yandırır? 100-ə 5 litr yarım. İşte yanacaq, yəni kilometrajla ölçülmür. Yəni saatla ölçülür. Yəni 5 yarım belə, 6. Şimdi maşınımız belə baxıram normal maşındır. Aynaları, qırığı çatı yox. Heç zədi yoxdur. Ön Tərtəmiz. aynada çox cüzdü bir çıxdağı var, o da heç bilinməyəcək. Yan aynaları əllə mi qalxır, düymə ilə mi qalxır? Yox, qabaqlar podiyomluqdur, arxa rüşnoydur. Aha, şitin üstü elə bilirəm təmizdir. Papağın altında yoxdur ki zədə. Yoxdur, qəşəngdir. Hə. Oturacaqlar da çıxoldu. Hamısı Parça? Bəli, bəli. Zavodskoy çıxolu altdadır. Üstdən Parça elə bir salondu yəni. qorunmaq üçün hə, ona çıxol çaq. Taxdırmışam. Maşınımız normal maşındır. Qiyməti də əsas bizim üçün. Qiyməti 9500. 9500-ə deyirsiniz yəqin. Bəli, ki. bəli. Son fikir 9-durmu yoxsa 9-dan da aşağı düşmək olar? Yox, 9-a verərəm. Hansı rayondasınız? Tərtər rayonunda. Əlaqə nömrəniz. 051 976 47 57. Allah xeyir versin. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol qardaş. Allah köməyin olsun. Siz də sağ olun.